ideyalar tanıyıram. Yəni həqiqətən o qədər möhtəşəm ideyalarla rastlaşmışam. Cəmaət nə deyirən altında məhv olub gedibdir. Yəni həqiqətən o ifadə, o düşüncə tərzi insanlarımızın böyük əksəriyyətini böyük insan olmaqdan saxlayıbdır. Cəmaət nə deyir ifadəsinin yatma səbəbi, dərinlikdə olma səbəbi nədir? Qorxularla üzləşməmək. Mən tutaq ki, bunu eləyəcəm, sabah mənə pis baxacaqlar. Bunu eləyəcəm, deyəcəklər, bu nədir, nə eləmisən? Ona görə birinci növbədə bilməli olduğunuz ən vacib məsələlərdən, nümunələrdən biri də odur ki, yəni bu şablonu, bu stereotipi qırmaq lazımdır. Necə qıracağıq? Məsələn, qırmaqdan öncə ən primitiv nədir? Məsələn, mənim qorxularım nədir? Məsələn, bir insan olaraq, bir sahibkar olaraq, bir şəxs olaraq mənim həyatda addım atmaq istədiyim zaman mənim ən böyük qorxum nədir? Onun üzərində getməyə çalışmaq lazımdır. Ki, o qorxuları aradan qaldırdıq və o qorxuları aradan qaldırandan sonra artıq daha iddialı, daha doğru dürüst şəkildə baxa bilirik həyata. Biz ümumiyyətlə nə üçün çalışırıq? Uğurlu insan olmaq üçün də. Hər kəs də deyir ki, mənim üçün bu uğur anlayışı fərqlidir. Biz insan olaraq bilməliyik ki, təbiət tərəfindən bizə verilən üstünlüklər bizim uğurumuz deyil. Məsələn, nümunə gətirirəm. Sizin yaraşıqlı və gözəl olmağınız, imkanlı ailədə doğulmağımız bu bizim uğurumuz deyil. Bu sadəcə təbiətin bizə bəxş elədiyi bir nemətdir. Uğur isə əldə olunan bir şeydir. Sən bunun üçün çalışmalısan, qazanmalısan. Çox yaxşı bir məqama toxundunuz. Bir şey deyəcəm indi. Mən bir video paylaşıram və burada heç bir izlənmə görmürəm. Amma mənim yerimdə bir başqa bir xanım olsaydı, müəyyən bir yerlərini açıb göstərsəydi, əminəm 1 milyon izlənəcəkdi. Yaxşı, bu da bir stereotipdir də. Yəni bunu necə qıraq yaxşı? Bunu qırılmaq mümkün deyil axı. Biz burada nə qədər onlar üçün inkişafdan danışırıqsa, onlar gəlib sinəsini açıq qoyanlarda baxacaq. Bizim böyüdülmə tərzimizdə, yəni ümumiyyətlə ətrafın böyüdülmə tərzində nə qədər bir şeyə məhdudiyyətlə yanaşırsınızsa, o insanlar üçün daha maraqlı olur. Məsələn, adi bir nümunə gətirim. Tutaq ki, valideynlərin uşaq tərbiyəsində elədiyi səhvlərdən biri nədir? Bir çirkab dolu suya heç vaxt uşağı qoymurlar ki, girib bir ən azından orada üst başını baxdırsın. Hər dəfə uşaq ora getməyə çalışanda onu tutub döyürlər ki, bu əslində travmadır. Sən uşağı döyürsən ki, ora getmə, sənin əynin bulaşacaq. Amma uşaq orada girib orada həmin o çirkaba bulaşanda, o özünü daha yaxşı görəndə artıq ona o qədər marağı qalmayacaq. Biz bir şeyi nə qədər məhdudiyyətli saxlayırıqsa, nə qədər insanlardan kənarlaşdırırıqsa, o daha çox maraqlı gəlir. Məsələn, belə deyirsiniz ki, gizlilik bugünkü gün ən böyük maraqdır. Sonu bilinməyən bir şey insanların hər zaman öz düşüncələrində, biliklərində hər zaman böyük bir şey olaraq algılanır və ona hər dəfə bir fəlsəfə qoşublar.